2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11.000 hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhəddi boyunca əlverişli hədlər ələ keçirilib. Beləliklə də Əlaid Döyüm Qoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhəddi boyu əlverişli hədlərlə irəli çəkilməsi əməliyyatı uğurla nəticələnib. Qarşıya qoyulmuş məqsədə nail olunub. Verilişimizdə Günnüt əməliyyatı adı ilə hər tariximizə qızıl hərflərlə yazılan uğurlu əməliyyatlardan, ordumuzun gücündən və xalq ordu birliyindən danışılacaq. Əvvəlcə İrəvan xanlığının ötən əsrin 20-ci illərində isə Zəngəzurun işğalından sonra Naxçıvan ölkəmizin əsas ərazisindən ayrı düşüb. Həmin vaxtlar Azərbaycanın da daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Mərkəzi İcraiyyə Komitəsinin 18 fevral 1929-cu il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının 10 kəndi, Şərur qəzasının Qurtqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxəc, Almalı, İtqıran, Sultanbəy kəndləri, Orduvat qəzasının Qarsevən kəndi, habelə Kilit kəndi torpaqlarının bir hissəsi, başqa sözlə desək 657 kvadrat kilometr Azərbaycan ərazisi Ermənistana verildi. Bu zaman beynəlxalq hüquq normalarına məhəl qoyulmadı. Naxçıvanın ərazi bütövlüyünün qarantı olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars müqavilələrinin şərtləri kobud surətdə pozuldu. 1929-cu ildən etibarən bu kəndlərdə yaşayan müsəlman türk əhaliyə qarşı deportasiya siyasəti həyata keçirildi. Nəticədə bu kəndlərin əhalisinin çox hissəsi tədricən öz dədə-baba torpaqlarını tərk edərək Azərbaycana və keçmiş ittifaqın digər yerlərinə köçməyə məcbur oldular. Erməni təqiblərinə, hədə-qorxularda baxmayaraq bu kəndləri tərk etməyərək orada qalan sonuncu Azərbaycanlılar isə 1988-ci ildən sonra başlayan işğalların fonunda öz yurt yuvalarını tərk etməyə məcbur qaldılar. Ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbristanlığı və məscidi dağıdılıb. Kənd cəmaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmud kəndə köçməyə məcbur qalıb. 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra ordumuzun nəzarəti altına keçib. Şərur Sədərək istiqamətində yola çıxanların nəzər diqqətini yol kənarında vurulmuş lövhə cəlb edir. Bu, yenicə işğaldan azad edilən Günnüt kəndinə gedən yolu göstərən lövhədir. 26 il, düz 26 il bu yol qəlbimizdən keçib. Bu günsə qəlbimiz qürur hissi ilə dolub. Naxçıvan Əlaid Döyüm Qoşun Ordunun keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində işğaldan azad edilən 11.000 hektar ərazi və Şərur rayonunun Günnüt kəndi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlanan qaydışın davamıdır. Qaydışımız mübarək, biz artıq qələbəyə gedən yoldayıq. Artıq 26 illik yurt həsrəti sona çatan kənd cəmaatı maşın karvanı ilə doğma yurtlarına qayıdıb, əzizlərinin məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub. Öz ata-baba yurtlarına, doğma ocaqlarına qayıdan Günnüt kəndinin sakinləri, əzdadlarının uyduğu qəbristanlıqda dünyasını dəyişmiş günnütlərin və şəhidlərimizin ruhlarına dualar edib, məzarların üstünə gül düzüblər. Günnüt cəmaatı qüdrətli ordumuzun onlara bəxş etdiyi sevinç və xoşbəxtliyə görə Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Əsgərlərimizin əvvəl xidmət apardığı post gördüyünüz o yüksəklikdə yerləşirdi, lakin artıq buna ehtiyac qalmayıbdı və biz o postu arxada qoymuşuq. Gördüyünüz yeni salınan bu yol isə bizi düşməndən azad edilən Günnüt kəndinə və əsgərlərimizin hazırda xidmət etdiyi ərazilərə doğru aparır. Təbii ki, 30 ilə yaxın bir mərhələdə bu nailiyyətlərin əldə edilməsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi,
və xalq-ordu birliyinin nəticəsində mümkün olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan zaman ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Muxtar Respublikamızda ordu quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər blokada şəraitini yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla bərabər, həm də müstəqil Azərbaycanda milli ordu quruculuğu prosesinin başlanğıcı oldu. 21 may 1995-ci ildə 5-ci əlahiddə gücləndirilmiş mot atıcı briqada, mot atıcı diviziyaya, 8 dekabr 1998-ci ildə ordu korpusuna, 18 dekabr 2013-cü ildə isə əlahiddə ümumqoşun orduya çevrildi. Müdafiə qüdrəti durmadan artan Naxçıvan Muxtar Respublikasında yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Böyük əhəmiyyətə malik layihələr icra olunur. Təlimlərdə tər tökərək daha da bərkiyən hərbi qulluqçularımız ötən il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci il dönümünə həsr olunmuş hərbi paradda böyük qürurla iştirak edərək xalqımıza qürur, düşmənlərimizə qorxu hissi yaşatdı. 1992-ci ildən sonra 25 il ərzində daha da güclənən ordumuzun hərbi paradı Azərbaycan Silahlı Qüvvələrinin Muxtar Respublikadakı ordu, birləşmə və hissələrinin güc və qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mayın 16-sında Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində əlahiddə ümumqoşun ordunun en hərbi hissəsində yaradılan şəraitlə silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olması və yeni hərbi xəstəxananın açılışında iştirak etməsi dövlət qayğısını hər zaman üzərlərində hiss edən hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradıb. Ordu quruculuğu ilə bağlı görülən işləri yüksək qiymətləndirən Ali Baş Komandan Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib. İlk növbədə Naxçıvanın təhlükəsizlik məsələləri ilə bağlı çox böyük işlər görülüb. Bugün Naxçıvan ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təhribatının qarşısını ala bilər və eyni zamanda uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaq mənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub, bu məsələ daim diqqət mərkəzindədir. Ali Baş Komandanın bu açıqlamasından ciddi narahatçılıq duyan işğalçı Ermənistan az sonra əlahiddə ümumqoşun ordunun Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə döyüş atışlı taktiki təlimlərini məyusluqla izlədi və dərhal da Şərur Sədərə istiqamətində növbəti təxribata əl atdı. Cavab isə qəti və çox sərt oldu. Belə ki, may ayında Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər əlahiddə ümumqoşun ordunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edildi. Hərtərəfli düşünülmüş və dəqiqliklə planlaşdırılmış tədbirlərin həyata keçirilməsi ilə bölmələrimiz ilkin mövqelərdən dərinliyə irəliləyərək daha əlverişli mövqelərdə möhkəmlənib. Günnüt kəndi ətrafındakı yüksəklikləri, Qızılqaya dağı və Qaraqaya dağlarında yeni mövqeləri ələ keçirib.
26 illik həsrətdən sonra Günnüt kəndinə ayaq basmaq Naxçıvan televiziyasının əməkdaşları olaraq bizə də nəsib oldu. Bu sevinci, bu qürur hissini, bu fəxarət hissini bizə yaşadan, xalqımıza yaşadan Azərbaycan ordusuna eşq olsun. 2016-cı ilin aprel zəfərindən sonra 2018-ci ilin may zəfəri tarixə yazıldı. Biz bu zəfəri, biz bu qələbəni igid, qəhrəman əsgərlərimizlə bircə qeyd edirik. Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülüb. Ümumilikdə 11.000 hektar ərazisi olmaqla sağ cinahda Ağsal dağı, Qaraqaya dağı istiqamətində 459, mərkəzdə Danzik, Qızılqaya dağı istiqamətində 1089, sol cinahda Ardız dağı, Kömürlü dağı istiqamətindəki 1184 hektar ərazi bölmələrimizin nəzarətinə keçib. Sağ cinahda 1242, mərkəzdə 2291, sol cinahda 3107 və Qarağac, Həsənqulubağ dağı istiqamətində 1200 hektar ərazinin təhlükəsiz istifadəsi təmin edilib. Ələ keçirilən ərazinin 8000 hektarından artığı kənd təsərrüfatı üçün, xüsusilə dəmiyə əkinçiliyi üçün yararlı ərazilərdir. 2016-cı ilin aprel döyüşlərindən sonra ordumuzun keçirdiyi ən böyük əməliyyatlardan biri Günnüt əməliyyatı idi. Bu əməliyyat nəticəsində hazırda arxamda gördüyünüz 11.000 hektara yaxın ərazi ordumuzun tam nəzarətindədir. Xatırladım ki, bu əməliyyatlar nəticəsində ordumuz bir neçə strateji əhəmiyyətli mövqeləri də öz nəzarətinə keçirdi. Belə ki, Qızılqaya yüksəkliyi, tam qarşıda gördüyünüz Qızılqaya yüksəkliyi də ordumuzun nəzarətindədir. Onu da xatırladım ki, ordumuz əvvəllər aşağı hissədə gördüyünüz mövqelərdə möhkəmlənmişdir. Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində paytaxt İrəvanı Ermənistanın cənubu ilə və eləcə də işğal altındakı Qarabağ ərazisi ilə birləşdirən əsas magistral yolun mühüm bir hissəsinin əlahidli ümumqoşun ordu bölmələrinin bir neçə istiqamətdə tam vizual nəzarəti altına keçməsi mühüm hərbi üstünlük deməkdir. İrəvandan ermənilər üçün ən həyati vacib istiqamətlərə aparan bu yolun mühüm bir hissəsi bugün Azərbaycan əskəri tərəfindən daim vizual müşahidə edilir və atəş vasitələrinin birbaşa zərbəsi altına düşüb. Baldan da şirin, dağı dilin var, Türkistan kimi... Bugün ordumuz təkcə Qızılqaya yüksəkliyindən deyil. İrəvan, Yeknazor, Gorus, Laçın, Xankəndi avtomobil yoluna digər strateji mövqelərimizdən də nəzarət edir. Arxamda gördüyünüz Barsevak kəndidir. Bu kənddən biraz irəlidə isə qədim və əzəli Azərbaycan torpağı olan Kərki kəndi yerləşir. Günnüt kəndi kimi Kərki kəndinə də gedəcəyimiz gün heç də uzaqda deyil. Dəniz səviyyəsində 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin strateji əhəmiyyəti ondan ibarətdir ki, İrəvan, Yeknazor, Gorus, Laçın, Xankəndi avtomobil yoluna ordumuza tam nəzarət etməyə imkan verir. Digər tərəfdən ermənilərin bu istiqamətdə məskunlaşdıqları yaşayış məntəqələri və onların postları bizim ordumuzun tam nəzarəti altındadır. Qızılqaya yüksəkliyi əldə olunandan sonra bax, gördüyünüz qarşıdakı kənd ermənilərin məskunlaşdıqları Areni kəndidir. Areni kəndindən erməni mətbuatının hazırladığı video reportajda kənd sakinlərinin narahatlığı ifadə olunur. Onlar Azərbaycan ordusunun bu yüksəklikləri ələ keçirməsindən və kəndə yaxın mövqelərdə, postlarda mövqe qurmasından narahatlıqlarını ifadə edir və Ermənistan Müdafiə Nazirliyinin onları aldatdığını və bu ərazilərin, bu torpaqların qorumaq iqtidarında ordunun olmadıqlarını bildirirlər. Digər bir narahatlıqları isə ondan ibarətdir ki, bax, gördüyünüz bu əkin sahələri və üzüm bağları Areli kənd sakinlərinə məxsusdur. Onlar belə düşünürdülər ki, bu əkin sahələrindən artıq istifadə edə bilməyəcəklər. Lakin bu Tanrının verdiyi bir nemətdir. Bizim ordunun gücü nə bu nemətə qarşı yönəlib, nə də mülki əhaliyə qarşı. Bax, gördüyünüz qarşıda isə onların postlarıdır. Görürsünüz, əlisi kimi görünür buradan. Buyurun, onların şəraitinə baxın, özünüz müqayisə edin.
Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat təxliyə məqsədi ilə 50 kilometrdən artıq yeni yol çəkilib, 60 kilometrdən artıq yararsız yollar isə bərpa edilib. Bölmələrimizin təhlükəsiz hərəkətini və fəaliyyətini təmin etmək məqsədi ilə göstərilən rayonlarda mina axtarış işləri aparılıb, 1600-dən çox müxtəlif növ minalar aşkar edilərək zərərsizləşdirilib. Strateji əhəmiyyətli Arpasa su dəryasasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. Yeni mövqelərin dayanıqlığının artırılması üzrə mühəndis işləri davam etdirilir. Bura Arpasay su dəryasasıdır. Günnüt əməliyyatı çərçivəsində ordumuz öz mövqelərini daha irəliyə çəkərək burada möhkəmləniblər. Hazırda gördüyünüz kimi ağır texnikaların gücündən istifadə olunaraq bura yol çəkilir. Naxçıvan Muxtar Respublikasında dövlət, ordu, xalq birliyinin möhkəm təməli yaradılıb. Dövlətin və xalqın dəstəyini üzərində hiss edən şəxsiyyətin döyüş ruhu günbəgün artır. Sərhəd yaşayış məntəqələrimiz etibarlı müdafiə olunur. Yeni müdafiə mövqelərinə yerli sakinlər, ictimaiyyət nümayəndələri, mədəniyyət kollektivləri tez-tez baş çəkir, şəxsiyyətlə birlikdə tədbirlərdə iştirak edirlər. Hətta qəlbləri vətən eşqi ilə döyünən vətəndaşlarımız bölmələrə yeni yolların çəkilişində yaxından iştirak edir. Bu birliyi görən düşmən qüvvələri yollarda işləyən mülki texnikalara belə atəş açırlar. Özünün həyatı və texnikasının sıradan çıxarılması bahasına könüllü surətdə vətəndaşlıq borcunu yerinə yetirən insanlarımızın sayəsində mövqelərə yeni yollar çəkildi. Bütün bunlara baxmayaraq, məqsədlərinə nail ola bilməyən düşmən qüvvələri bizdəki birliyi və qorxmazlığı həzm edə bilmirlər. Azərbaycan əskəri isə düşmənin təxribatlarına cavab olaraq nəzarətindəki ermənilərə məxsus buğda sahələrini yandırmaq imkanına sahib olsa da bunu etmir. Çünki qarşı tərəfdən fərqli olaraq bizim əskərimiz, baxmayaraq ki, o nemətlə düşmən qidalanacaq, çörəyə hörmət əlaməti olaraq taxıl zəmilərini yandırmır. Düşmən isə əksinə olaraq təxribatlarından əl çəkmir və layiqli cavabını da alır. Düşmən qüvvələri cəhd göstərdilər ki, biz həmin bu mövqelərdən çıxıb geriyə çəkilək, lakin buna nail ola bilmədilər. Onların hərəkət marşrutları, istiqamətləri, hərəkət yolları hamısı bizim nəzarətimiz altına keçir. Hansı ki, qarşımızda düşmənin bir neçə mövqesi var. Həmin mövqelərdə onların demək olar ki, hərəkət etməsi çətinləşməyinə əlavə, onların yaxınlıqda olan kəndləri, əvvəlki Azərbaycan torpaqları nəzarətimizə keçmişdir. Bundan əlavə Yerevan, Yexidnazor, Gorus, Laçın, Xankəndi istiqamətində hərəkət edəcək əsas magistral yol bizim nəzarətimiz altına keçmişdir. Hazırda arxamızda yerləşən Arpasay su dəryasası tam şəkildə nəzarət edirik. 90-cı illərdə ermənilərin Sədərəyə hücumu zamanı alınan şərab zavodu gördüyünüz kimi bu zavoddan artıq heç bir əsəri əlamət qalmayıbdır. Düşmən tərəfindən tamamilə darmadağın edilibdir. Zavod demək olar ki, sıradan çıxıbdır və dünənə qədər həm bu şərab zavodu, eyni zamanda qarşıda gördüyünüz bütün bu ərazilər ermənilərin tam nəzarəti altında idi. Lakin indi ordumuz bu ərazilərə, gördüyünüz bütün bu ərazilərə tam nəzarət edir. Əskərlərimiz döyüş nəzarətindədir, xidmətdədir ki, biz də rahatlıqla bu ərazilərə keçib sizi də tanış edə bilirik. Bax, qarşıda gördüyünüz ovaldan, torpaq bəndindən o tərəfdə ermənilərin məskunlaşdığı Arazdəyən kəndidir. Əskər Quliyev, biz düşmənlə üzbəüz yerləşən postda xidmət edirik. Biz gecə və gündüz fasiləsiz olaraq xidmət apardıq. Qarşımızda düşmənin Arazdəyən sahəsi yerləşir və Arazdəyən sahəsinin ətrafında yerləşən düşmənin mövqeləri bizim tam nəzarətimizdədir. Artıq Qarabağa gedən yolda bizim ordumuzun nəzarətindədir. Biz inanırıq ki, Qarabağa gedən bu yol bizi yenidən Qarabağa aparacaq. Əvvəlki mövqelərimiz gördüyünüz bax o istiqamətdə idi, lakin alınan yeni torpaqlar hesabına daha da ərazi genişlənərək demək olar ki, o gördüyünüz o istiqamətə qədər uzanıbdır, hansı ki, orada mühəndis istehkam işləri aparılıbdır və biz demək olar ki, düşmənin 2 addımlığındayıq. Onların şərti olaraq adlandırılan qırmızı dam postu da ordumuz tərəfindən tam nəzarətə götürülübdür və bu da təbii olaraq düşməni narahat edir. Hətta biz onların buradan narahat dolu səslər də eşidirik və bütün bunlar onu deməyə əsas verir ki, düşmən tezliklə o postunu da tərk etməyə məcbur qalacaqdır.
Bir məqamı da qeyd edək ki, düşmən əsgərlərinin 26 il ərzində yaşayışı üçün yaradılmış şəraiti nəzər salsaq, necə azınacaqlı vəziyyətdə xidmət etdiklərini, aclıq, səfalət, qeyri-insani sosial şəraitdə yaşayan Ermənistan ordusunun Azərbaycan ordusu ilə müqayisəyə gəlməyəcək dərəcədə geridə qaldığını aydın şəkildə görə bilərik. Erməni işğalından azad edilmiş yeni mövqelərdə qısa müddət ərzində hərbi qulluqçularımız üçün yaradılmış şərait düşmənlərimizə göz dağıdır. Əlahiddə Ümumqoşun ordunun ön xəttdə yerləşən bütün mövqelərində şəxsi heyət üçün nümunəvi xidmət şəraiti yaradılıb. Bütün bunlar da onu deməyə əsas verir ki, düşmən ordusundan fərqli olaraq bizim ordumuz hər tərəfli təminata, ən müasir silah-sursata və yenilməz, qətiyyətli peşəkar şəxsi heyətə malikdir. Vurduğumuz bu ərazidən aşağıda göstərdiyimiz postdan əsgərlərimiz xeyli irəliləyərək yeni qurulan postda öz xidməti vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirirlər, gecə-gündüz vətən torpaqlarının keşiyini çəkirlər. Əsgərlərinizə xoş. Mən və əsgər yoldaşlarım illərdir işğal altında olan Günnüt kəndinin işğaldan azad edilməsində iştirak etdiyimiz üçün fəxr edirik. Və Cənab Ali Baş Komandanı əmin edirik ki, bu şərəfli yolda xidmətimizi layiqincə davam etdirəcəyik. Bizim üçün bu məişət şəraitini yaradan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinə əsgər yoldaşlarım və öz adımdan dərin minnətdarlığımı bildirirəm. Biz də sizinlə fəxr edirik, hər biriniz bir qəhrəmansınız. Qəhrəman əsgər, səni də dinləyək. Gizir Verdiyev, sevincimin həddi hududu yoxdur. 26 il düşmən tapdağında olan torpağımızın bir hissəsi düşmən tapdağından azad olundu. Bu Günnüt kəndi tam bizim nəzarətimiz altındadır. Bu kəndin qaytarılmasında cəsur Azərbaycan əskərinin böyük zəhməti vardır. Bu uğurun səsi sədası Qarabağımızdan, Şuşamızdan, Laçınımızdan və digər düşmən tapdağında olan torpağımızdan gələcəkdir. Şanlı Azərbaycan bayrağı Şuşada, Laçında, Xankəndində, Ağdamda, Füzulidə dalğalanacaqdır. Sağ ol əsgər, biz də sizlər qədər əminik. Ermənistanın rəsmi dairələri ölkədəki təşvişi azaltmaq məqsədi ilə Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlarını ictimaiyyətdən gizlətməyə çalışsalar da, Günnüt əməliyyatı bütün Ermənistanı çaxnaşmaya salıb. Son hadisələrin belə ajiyataj yaratmasının səbəbi ermənilərin bir səhər ayılıb başlarının üzərində Azərbaycan əskərini görməsidir. Qısa zamanda ordumuzun dayaq məntəqələrinin bir neçə kilometrlərlə irəliyə çəkilməsi və burada strateji yüksəkliklərin ələ keçirilməsi və bu yüksəkliklərdə logistik təminatın təşkili qarşı düşmən tərəf üçün, Ermənistan tərəfi üçün heç də gözlənilən deyildi. Düşmənin bu ərazini tərk etməsi onun ordu imkanlarını məhdudlaşdırmaqla yanaşı, həmçinin ordu və cəmiyyətində mənəvi-psixoloji gərginliyin yaranmasına da imkan yaratdı. Lakin bugün düşməndən fərqli olaraq Azərbaycan əskəri hər an əldə silah vətənin müdafiəsinə hazırdır. Bugün bizim bölmələrimiz hal-hazırda Qızıldağ Dağ silsiləsinin yüksəkliklərində yerləşmişdir. Bundan bir neçə müddət əvvəl bizim bölmələrimiz bir neçə kilometrlərlə arxada Tağımın dayaq məntəqəsi səngərlərindən bugünkü hal-hazırda möhkəmlənmiş mövqelərimizə irəliyə hərəkət edərək düşmənin gözləmədiyi bir anda və vaxtda onların yaşayış məntəqələri, yolları, təminat yolları və şəhərlərini tam nəzarətimiz altında saxlamağa qadir olaraq bu yüksəklikləri əldə etmişik. Bugün möhkəmlənmiş yeni mövqələrimizdə düşmənin qəfil hücumlarının qarşısını almağa daima hazır, vətənin müdafiəsində daima ayıq-sayıq dayanmışıq. Uzanan bu dağ silsiləsi boyunca gördüyünüz bu geniş ərazi qədim Dərələyəz mahalıdır. Bizim əzəli ata-baba torpaqlarımızdır. Dərələyəz Naxçıvan xanlığının ən qədim və ən zəngin mahallarından biri olubdur. Arpa, Orta kənd, Baş kənd, Ələyəz dağı, Gülüdüzü, Canı kimi ümumilikdə 78 kənd Azərbaycan türklərinin məskunlaşdığı ərazilər olubdur. Sonradan ermənilərin bu ərazilərə köçürülməsi nəticəsində yer adları da saxtalaşdırılaraq Areni, Rind, Axadnazor, Yexidnazor kimi adlarla əvəzləşdirilib. Ermənistan hökumətinin adını dəyişərək Tiqranşin qoyduğu Kərki kəndi, Günnüt, Qaraqaya, Daşxırman, Ağbulaq, Danzik və digər kəndlər erməni vandalizminin qurbanına çevrilərək dağıdılan Arpa, Civə, Ərpi, Keşiş kənd, Baş kənd,
Ortakənd və başqalarının adı dəyişdirilərək erməniləşdirilən qədim Azərbaycan kəndləri hər biri ağırlı-acılı bir tarix yaşadır özündə. Sonu qələbə olacaq bir tarixi isə bugün Azərbaycan əsgəri yazır. Qarış-qarış, addım-addım, kənd-bə-kənd, hələlik düşməni dövlət sərhəddinə çəkilməyə məcbur edir. Hazırda dayandığımız bu ərazilər vaxtilə Şərur rayonunun Danyeri kəndi olub. Belə ki, Arpacay su dəryəçasının tikilməsindən sonra həmin kənd buradan köçürülübdür. Lakin bir neçə gün əvvələ qədər bu yerlərə düşmən nəzarət edirdi. Amma bugün qüdrətli Azərbaycan ordusu əsgərlərinin səyi nəticəsində bu yerlərə gəlmək mümkündür. Gün gələcək ki, Lələtəpə, Cozuq Mərzanlı, Günnüt, Qızılqaya zəfərinin sədaları bütün qədim Azərbaycan torpaqlarında, Azərbaycan əskərinin addım səslərini eşitməyə həsrətində olan yurd yerlərimizdən gələcək işğal altındakı torpaqlarımız tezliklə öz əzəli sahiblərinə qayıdacaq. Erməni daşnaqları bilməlidir ki, bir qarış torpağımızın onların əlində qalmasına yol verməyəcək. Bugün hər bir vətəndaşımız rahat, sabitlik şəraitində yaşayır. Azərbaycan əskərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Əlahidə Ümumqoşun ordunun şəxsi heyəti qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvanımızın müdafiəsində cəsarətlə dayanır. Ümumilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq müstəqilliyimizin qorunmasında və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında öz vəzifələrini şərəflə yerinə yetirir. Deməli, nə bugün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz. Azad olunmuş kənd və ərazilər işğal olunmuş torpaqlarımızın bir hissəsidir. Biz Kərkini, onun ətrafındakı əraziləri də işğaldan azad edəcəyik. Vedi, Qəmərli və onlarla kəndlərimiz erməni işğalı altındadır. Bu ərazilərə ermənilər sonradan köçürülüb. İnanırıq ki, tarixi torpaqlarımız geri qaytarılacaq və tarixi ədalət bərpa olunacaqdır. Şənini vəsf etməyə yetər, qüdrətim yetər. Ulduzunu, ayını göydə mələklər öpər. Hər rəngində ya qazi, ya şəhid bir mən bitər. Sən, ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı. Qızılqaya hər daşın, hər qarışın qızıldan da qiymətlidir. Səni igid, cəsur əskərlərimiz pillə-pillə, qarış-qarış fəth etdilər. Ey mənfur düşmən, eşit, bil, bugün Qızılqayada, Lələtəpədə dalğalanan bayraq sabah Şuşada, Laçında, Xan kəndində dalğalanacaq. O gün uzaqda deyil. Eşq olsun şanlı ordumuza. Yaşasın Azərbaycan. Qalx, qalx, ulu torpaq. Qalx, qalx, ulu bayraq. Qalx, qalx, sən ey mərd xalq, yer titrəsin məhvərindən. Qalx, qalx, ulu torpaq. Qalx, qalx, ulu bayraq. Qalx, qalx, yer titrəsin məhvərindən. Ocaq sönmüş neçə yurtda, uca dağlar yanır otda. Arxa Bakı eller darda, ürəyimiz göynər, göynər. Dəsti daha gözlük yetər. Qalx, qalx, ulu torpaq. Qalx, qalx, ulu bayraq. Qalx, qalx, sən ey mərd xalq, yer titrəsin məhvərindən.